Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu ala Rasulillah. Əmmə ba'd. Ən birinci Allaha şükürlər olsun. Və elhamdülillah bu günləri 12-ci orucumuzdur. Allahın rəhməti ilə, Allahın izni ilə yerinə yetirdik. Allah qəbul etsin. Və sonra sevgili qardaşlar, həya haqqında danışmaq istəyirəm. Həya getdiysə, hər şey getdi. Çünki həya hər bir yerdə lazım olur. Və Resulullah sallallahu aleyhi və səlləm bizə gözəl əxlaqı öyrətdi. Və hətta buyurdu ki, mən bütün əxlaqları tamamlamaq üçün göndərilmişəm. Yəni, əxlaq olmazsa, yəni ayıb olmazsa, insan utanmazsa, yəni nə istəsə olur. Əlbəttə ki, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, bir nəfər görür, qardaşına nəsiyyət verir, yəni, utancaq olduğuna görə onu sıxışdırır. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, onu deyir, tərk elə. Həya ancaq xeyr gətirir. Həyalı olmaq xeyr gətirir. Və burada göründüyü kimi, həya heç vaxt şər gətirmir. Həya insana xeyr gətirir. Əl-həyəu xayrun kulluhu. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, həya bütün hər bir şeydə nədir? Xeyirlidir. Hər bir əməldə, hər bir şeydə xeyirlidir. Və həmçinin Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, Fikə Lixaslateyn səndə deyir, iki xüsusiyyət var. İki sifət, yəni gözəl sifət var. Və Allah Teala onları sevir. Hikmətli olmaq və həyalı olmaq. Həqiqətən də bunlar helimli və həyalı olmaq xeyr gətirir insana. Və Allah Teala'nın sevdiyi sifətlərindəndir insanda olan. Və bilirsiniz ki, insan hər bir şey eləyəndə bilməlidir, fikirləşməlidir ki, buna görə cavab verəcək. Əgərləri, bunları insan fikirləşməsə ona xeyir gətirməz. Və ələm tə'ləm bi ənəllaha yara, bilmirsənmi ki, Allah görür. İnnəllaha kənə aleykum rəqibə. Allah həqiqətən sizə nəzarət edir. Vallahu bimə tə'məlunə basir. Allah nə edirsinizsə, hər bir şeyi görür. Və bunları eləyəndə, insanda həya olanda bunları dərk eləməlidir. Yəni, bu insanın qəlbində olan şeydir, həya. Əgərləri olmazsa, nədir? Artıq həya gedir. Və bu, Allah Teala onu görür və Allah Teala onu izləyir və hara getsə, nə eləsə, Allahın hər bir şeydən xəbəri vardır. Və insan, həya nədir? İnsan birinci, Allah Teala'nın neymətlərini düşünməlidir. Birinci, Allahın neymətlərini düşünməlidir. Yəni, həya eləməlisən, Allah Teala sənə həyat verib, ruzi verib, evlad verib, yaşayırsan və s. və s. Yəni, saydıqca qurtarmaz. Yəni, sən bu neymətlərin əvəzində nə edirsən? Və ikinci, və Allah Teala qarşısındasan və sən nə edirsən? Günahları etiraf edirsən və sən başa düşməlisən, səndə təqsirlər olur, səndə günahlar olur. Yəni, bu insan dərk eləyəndə ki, bu əməl yaxşı deyil, ədəb-ərkanı olur onda. Və həmçinin bilməlisən ki, Allah Teala səni izləyir həmişə. Yəni, hər şey, hər halda istəyir gecə olsun, istəyir günüz olsun, istəyir xəlvətdə olsun, istəyir tək olasan və yaxud da kimlərlə həmişə sənə Allah görür. Yəni, həya odur ki, mən məsələn həyalıyam, həyalıyım. Yox. Yəni, bu günləri həyanın getməsinə səbəb nədir? Əlbəttə ki, dinimizdir. Dinimiz, baxmayaraq ki, komünistlər yəni, silirdilər, dinimizi təmizləmək istəyirlər, amma insanların qəlbindən keçirdi, qalırdı. Və artıq deyəcəyim, nə bilim, ateizm, nə bilim, sonra nə qədər şeylər var.
yayıldıqca insanların qəlbindən çıxardılar. Yəni ona insanın da qəlbindən çıxanda, yəni artıq hamısı bir-bir elə bir ki, zəncirvaride çıxır hamısı. Allah qorxusu, Allah sevgisi, Allah Taala'nı tanımaq qəlbdən çıxanda, onda başlayır o biri şeylər də bir-bir qəlbindən çıxmağa. Ne üçün? Çünki insan elə bilir ki, özü qazanır hər şeyi. Amma sən Allah Taala nemətləri xatırlamalısan, ayıbdır. Yəni, həya eləməlisən. Allah sənə bu qədər nemət verib, Allah sənə gözəl biçimdə yaradıb. Və yaxud da sən məsələn günahkar bir qulsan, nöqsanlar olur səndə. Və yaxud da Allah Taala səni hər bir halında görür. Və bu halı olsa və insan övladı ona görə həyalıdır. İnsan heyvandan ona görə seçilir. Çünki o tərk eləmir heç nə. İnsan özünü o yerə qoymamalıdır. Və görürsünüz bu günləri nələr baş verir. Və ona görə də insan həyadan uzaqlaşanda bütün rəzil əməlləri eləyir. Bütün çirkin işlər görür. Bütün günah işləri görür. Və buna da ad qoyur ki, yəni azadlıqdır və yaxud da insan seçimi özünündür. Yox, insan övladlarıdır. Sən başqalarına da təsir eləyə bilər. Eləyirsən daha doğrusu. Başqalarına da əxlaqını pozursan, abrını pozursan. Həya, abur, həya bizim özümüzün sözümüzdür. Yəni, hər bir şeyə gedir bu. Və ona görə də insanlardan da yox, Allahdan həya demək lazımdır. Düz insanlardan da utanmaq lazımdır. Yəni, hörmətləmək lazımdır. Yəni, insanlardan utanmaq, həya eləmək hörmətdir, ehtiramdır onlara. Böyüdür, məsələn, qadındır, kişidir, uşaqdır, hərəsinin öz yeri var. Amma əsas insan Allahdan həya eləməlidir. Əgər Allahdan həya eləməzsə, artıq da onu insanlardan da eləyən deyil. Yəni, mənası da yoxdur. Elə bir ki, deyir, nə olacaq, mən belə istəyirəm, mənim keyfim belə yoxdur. Artıq bu, insana yaraşmayan bir şeydir, insani dəyərlərə yaraşmayan bir şeydir. Və ona görürsünüz ki, bizim hər bir şeyimiz yavaş-yavaş əlimizdən çıxır. Bizim adətimiz, bizim böyükçi, əxlaq, hamısı. Və bu da heç bir şey, xeyrə heç bir şeydə, heç bir halda xeyrə aparmır. Və Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, İstəhyu minallahi haqqal həya. Allahdan layiqincə həya eləyin. Dedilər ki, orada olana, qulna ya Rasulallah, inna lənəstəhyi vəlhamdülillah. Biz həqiqətən də utanırıq Allahdan. Allaha şükürlər olsun. Və nə görsən, yenə də Allaha həmd elədilər ki, Allahın izni ilə, Allahın rəhməti ilə, yəni özlərindən razı olmadılar. Dedilər, şükür Allah, yəni Allahdan həya edir. Deyir, leysə zəkə. Rəsulullah sallallahu aleyhi ve sellem də başa düşdü, bilir. Onlar nəyi qəsd edirlərsə. Amma Rəsulullah sallallahu aleyhi ve sellem baxın nə deyir. Vələkinnəl istihyə minəllahi ən təhfəzər rəs və mə vəə və ən təhfəzəl batn və mə həvə. Deyir, həya odur ki, Allahdan həya etmək odur ki, başını qoruyasan. Və mə vəə. Başını qoruyasan o mənadadır ki, yəni başını uca tutasan. Bir dənə Allah qarşısında öyrəsən. Və başında olan o göz var ki, haramdan qoruyasan. Başqasının haramına baxmayasan, toxunmayasan. Və başında olan o qulaq, odur ki, onunla haram eləməyəsən. Və başında olan o ağız, dil, nədir? Haram şeylər danışmamalıdır və hörmətsiz şeylər etməməlidir Allaha. Həya, gör nətər dedi. Və sonra nə dedi? Və qarnını. Qarın da, yəni cisim, içalat. Ürək ora daxildir birinci. Ən odur ki, qəlbini təmizləməlisən. Qəlbin Allahdan qorxmalıdır. Qəlbən Allaha sevgi olmalıdır. Yəni o qəlb, çünki qiyamət günü göz də, qulaq da, nədir? Ürək də, qəlb də Allah qarşısında nədir? Soruşulacaqdır. Və ölümü xatırlamaq, ahirəti xatırlamaq, hesab gününü xatırlamaq. Həyanı gör nə cür Rəsulullah sallallahu aleyhi ve sellem izah elədi. Və həmçini kim deyir, ahirəti istəyirsə bu dünyanı bərbəzəyin tərk eləsin. Kim bunları eləyərsə artıq nədir? Allahdan həqiqi bir şəkildə həya etmiş olur. Həqiqi bir şəkildə Allahdan həya etmiş olur. Yəni Allah Subhanahu taala yəni sənə bu gözəlliyi verib, insanı gözəl bir şəkildə yaratdı. Sən onlarla
Yəni təkcə deməklə yox ki, mən həya eləyirəm. Rasulullah sallallahu əleyhi və səlləm gördün, dedi, yox, həya o deyil. Yəni sizin düşündüyünüz kimi deyil. Allahdan, ən birinci Allahdan həya eləməlisən. İnsan əgər Allahdan həya eləyirsə, əlbəttə ki, ən gözəl əxlaq. Çünki əgər insan xəlvətdə həya eləyirsə, abrun qoruyub saxlayırsa, ödün qoruyub saxlayırsa, deməli insanlar arasında da yaxşı olacaq. Çünki təklikdə Allah onu görür, bilir. Və o gözün, ağzın, qulağın haramlardan qoruyub saxlayırsa, günahlardan qoruyub saxlayırsa, rəzilliklərdən qoruyub saxlayırsa, deməli o insanda həya, əsl həya və əsl haqqın verən həyanın odur. Və bəzən görürsən ki, kimsə əxlaqsız sözlər danışmağı, yəni özdə inkişaf sayır bunu ki, yamış bu, yəni qorxmur. İnsanları nə tər edirlər ki, yəni ki, insan bu o qədər gedir ki, qəhrəmandır ki, o qədər belə özündən razıdır ki, yəni istədiyi sözü işlətə bilir. Bəs abur, həya, böyük ki, Allah heç vaxt pis şeyləri sevmir. Elhamdülillah. Və ona görə o demək deyil ki, sən nəsə yaranıb, bəzi şeylər var ki, məsələn, bəzən deyir ki, Allah Teala donuzu yaratıb. Niyə görə yaratıb? Hər bir şey Allah Teala səbəblə yaratıb. Və yaradıb, sən insan üçün, ayrı heyvan üçün ayrı şeylər qoyub. Bu demək deyil ki, sən danışa bilirsən, nə gəlib danışmalısan. Allah Teala sənə danışmaq, sən gözəl şey, Quran oxu, zikr elə, gözəl sözlər danış, gözəl nəsihət ver. Və onunla da sən nəyinə savab qazan. Və həmçinin dedi ki, qəlbdə, yəni insan öz haram yeməməlidir. Nəyə görə batın dedi? Çünki insanın bəxşinə bəla olan şeylərdən birisidir. Öz o qarnına görə, öz nəfsinə görə nədir? Harama girir. Yəni günahlara girir. Kiminsə haqqına girir. Ona görə də nədir? Bunlar hamısı ədəb, ərkandır. İslam budur. Biri gəlirdi ki, cəmaat məsələn, raketlə harasında uçurdu. Bu heç söhbətin yeri deyil axı. Yəni, bir mövzudan danışır, sən başqa bir mövzudan danışırsan. Yaxşı, sən elə də, sən nə şey, sən nə göydə döyürsən, nə yerdə bizdən döyürsən, heç kəsdən, nə tər ki, alim danışır. Adilindən soruşanda ki, cəmaat deyir, oturub Sahih Buxarı oxuyurlar, gəlir bir deyir ki, cəmaat Marsa gedir, siz oturub belə deyir, Sahih Buxarı oxuyursun. Ya sən deyir, Marsa gedməmsən, nə də oturub bizlə Sahih Buxarı oxuyur. Yəni, ondan da ölsəyəm. Yəni, baxırsan deyir, nə ümmətə bir fayda vermir, nə millətə bir fayda vermir, nə dövlətə bir faydası yoxdur, nə bir fayda, nə elmi inkişafı da yoxdur. Deyir, siz geridə qalmışsınız. Yəni, bu adam bilmir, nə danışırsa, yəni, həya böyük şeydir. Adam sözünü bilməlidir, nə danışır. Yerin bilməlidir. Bunlar hamısı həyaya, abur-həyaya daxildir. Bir baxmaq lazım, nə danışırsansa. Əlmühüm, insanın qəlbi də xəstə olduğu var. O cəsədi də bildirir. Resulullah sallallahu əleyhi və səlləm hədis şərifində buyurur ki, həqiqətən də insanın bədənində bir üzv var ki, o xəstələnsə, fəsad olsa, xarab olsa, bütün bədəni xarab edir. O da nədir? Qəlbidir. İnsanın qəlbi də xarab oldu. Ona görə Resulullah sallallahu əleyhi və səlləm nə dedik? Batın deyəndə oradakı orqanlar ki var, o da ürək daxı orada. Nəfis, ürək. Ürək düzgün olmalıdır. O ürək xarab olanda, nədir? O bədəni də xarab edir. Danışığı da körlanır, hara gedir və əli, ayağı, bunlar hamısı nə edir? Günah qazanır, əgər xəstədirsə. Və ona görə də bunların hamısını fikirləşməlisən və fikirləşməlisən ki, yəni sən öləcəksən, sən bunlara görə cavab verəcəksən, Allah qarşısında durmaq lazımdır. Və sən ən gözəl həya Allahdan həyadır. وَمَنْ أَرَادَ الْآخِرَةِ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا. Onlar kim axirətə, yəni mömin olaraq çalışarlarsa axirətdə savab qazanmaq üçün və Allah Subhanahu taala nədir? Onların səylərin məmnuniyyətlə qarşılanan. Ona görə yəni siz də çalışmalısınız ki, yəni Allah üçün xeyir işlər görəsən, yəni savab qazanasan, axirətə hazırlaşmaq lazımdır. Və həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ki, bütün peyğəmbərlərin nəsihəti idi, sözü idi. Əgər utanmırsansa, həya eləmirsənsə, nə istəyirsən elə. Yəni artıq səndə həya yoxdursa, sənə öyüd də təsir edən deyil. Böyük sözü də təsir edən deyil.
Allahın ayəsi də sənə təsir edən deyil. Peyğəmbər s.ə.v nəsiyyət də sənə təsir eləməyəcək. Heç kəsin. Yəni səndə artıq həya qalmayıb, abır qalmayıb, hörmət qalmayıb başqalarına. Yəni bu da biz müsəlmanlara yaraşan bir sifət deyil. Ona görə hər birimiz çalışmalıyıq ki, yəni həyanı qoruyub saxlayaq. Xüsusən də qadınlar. Qadınlar bu günləri yəni görürsünüz ki, vəziyyət nətərdir? Yəni qadın xüsusən həyalı olmalıdır. Əlbəttə kişiyə də fərqi yoxdur onun, amma qadınların həyatının getməsi lap pis olur. Nəyə görə? Çünki o ailəni də dağıdır, cəmiyyəti də dağılır, hər şeyi. Və hər bir kəs insan yəni öz danışığını bilməlidir, öz yəni ədəbin, əxlaqın qoruyub saxlamalıdır. Və bu bizə zərərdir. Yəni bəzisi deyir sənin nəyimə qalıb. Yəni yox, nəyimə qalıb. Bir var ki, onun öz şəxsi işi olar, o başqa məsələ. Amma bir var ki, ümumiyyətlə o söz şeylə davranış, o əxlaq, o həya bizim hamımıza təsir edir, bizim gələcəyimizə təsir edir. Və əlbəttə biz onları nəsihət eləməliyik, danışmalıyıq. Ən birinci insan özü çalışmalıdır. Söz yox, hər bir məsələdə gərək insan özü çalışsın, özü əxlaqlı olsun, özü düz olsun. Birinci ona çalışmaq lazım. Və özünüz bilirsiniz ki, danışıb, deyib, əməl eləməmək nədir? Yəni ki, o olmaz. Nətər ki, Resulullah sallallahu aleyhi ve sellemin hədis şərifində buyurur ki, sizdən əvvəlkilər nədir? Biri cəhənnəmdə görürlər ki, bir nəfər bağırsaqları da yerə sürünərək o quyudan su çıxartan uzun qulaq olaraq fırlanır belə. Gör, biri hələ fırlanır. Deyirlər, sən bizə nəsihət edirdin. Yəni, bizə bu yolu göstərdin, doğru yolu. Sən də deyir, sizə deyirdim, ancaq özüm əməl eləmirdim. Elə birinci, biz özümüz əməl edəyik o əməllərə. Özümüz əməl eləyək ki, qazanaq və sonra o dediyin sözün də bərəkəti olur. Ona görə inşallah Allahdan istəyirəm ki, Allah Taala bizi həyalı, aburlu, ismətli etsin. Və Allah bizə kömək olsun. Allah Taala qardaşın evinə, malına bərəkət versin. Allah razı olsun. Allah bizə xeyir qapıları açsın. Allah müsəlmanlara kömək olsun. Allah xəstələrimizə şəfa versin. Allah ölkəmizi qorusun. Əmin-aman içərisində etsin. Allah ölkə başçımızı qorusun. Ona sağlamlıq versin, güc, qüvvət versin. Və onun görüşlərin ümmətimiz üçün xeyirli etsin. Və onu həmişə qalib çıxartsın. Və onu haqq üzərində etsin, haqqın cəhətçisi etsin. Və Allah Taala əsgərlərimizi qorusun. Allah Taala əmin-amanlığımızı qoruyan balalarımızı qorusun. Allah Taala bütün müsəlmanlara kömək olsun. Allah Taala qohum-əqrəbamıza, xalqımıza, cəmaatımıza hidayət versin, doğru yola yönətsin. Allah Taala bizi xəstəliklərdən qorusun. Allah Taala bizi bəlalardan qorusun. Allah Taala bizə bol, bərəkətli, halal, rahat ruzi versin. Allah Taala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah Taala bu Ramazanda bizi qazananlardan etsin. Allah razı olsun. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illə entə, nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun. Barakallahu fik.